Bu zonada çox adam bura gəlir setə görə. Bunun da səbəbi məkanın sərfəli setləridir. Türkiyəyə gedə bilməyib Bakıda orijinal türk mətbəxi axtarsaz, Nişantaşının 4-5 nəfərlik ailə setini yoxlaya bilərsiniz. Çərkəz tavuğu eşitmisən? Bu setdə məzələr, salatlar, yarpaq sarması, çiğ köftə, çərkəz tavuğu, qəşəng pide və qarışıq kabablar yer alır. Kababın içində fri kartof və qırmızı soğanlı, pomidorlu bu mini salatı da unutmayıblar. Bu lülənin zakufkasıdır. Ciyər istisna, digər kabablar əla idi. Çəngəl vuranda lülə dağılırsa deməli yaxşıdır. Məzələrdən çərkəz tavuğu çox bəyəndim. Qozlu süzmə, Nişantaşıda verirlər bunu. Setdə verilən bibərdən gözümdən yaş çıxardacaq performans gözləsəm də acılığı yox idi. Mən daha acı gözləyirdim. Bu setin qiyməti 88 manatdır. Əgər Neftçilərdə və ya ora yaxın canlı musiqisi olan ailəvi rahat otura biləcəyiniz yer axtarsaz, buranı yoxlaya bilərsiniz. Məkanda qəşəng ad günü məclisləri də keçirilir. Mən də 2 il əvvəl ad günümü elə burada keçirmişdim. Nişantaşının künəfəsi və katmeri də çox ləzzətli olur. Xüsusilə katmer üçün ürəyimiz getdi. Bakıda türk ləzzəti və keyfiyyəti üçün məncə ən yaxşı seçimlərdən biridir Nişantaşı.